Bugün sizə həm düşündürücü, bir o qədər də ağrılı mövzudan danışmaq istəyirəm. Cinayət törədənlərin ailələrinin yaşadığı çətinliklər və gənclər arasında cinayətkar düşüncəyə olan meylin artması barədə. Həmişə cinayəti bir nəfər törədir, amma onun əzabını təkcə özü çəkmir. Onun əzabını həm də onun yaxınları və ailə üzvləri çəkir. Onlara qarşı cəmiyyətdə münasibət dəyişir. Qonşular uzaqlaşır, iş tapmaq çətinləşir, uşaqları məktəbdə aşağılayıcı baxışlarla üzləşirlər. Heç bir günahı olmayan şəxslər də cəzanın bir hissəsinə çevrilirlər. Üstəlik içəri düşən şəxsin geyimi, ərzağı, telefonu, hüquqi xərcləri hamısı öz yaxınlarının üzərinə düşür. Valideynlər bəzən ən son qəpiklərini özlərinə xərcləməyib öz içəridəki övladlarına göndərirlər. Bu da faktiki olaraq ikinci bir cəza olur, hansı ki onların valideynləri çəkir. Həm maddi olaraq, həm də mənəvi olaraq. Digər tərəfdən son illər gənclər arasında cinayətkarlığa meyil artıb. Cinayətkar obrazlar qəhrəmanlaşdırılır. Gənclər gələcək qayğısı, işsizlik, ümidsizlik, maddi çətinliklərlə üzləşirlər və çıxış yolunu belə yanlış həllərdə görürlər və cinayətə meyl eləməyə başlayırlar. Qəhrəmanlıq edərək içəri düşdüyünü zənn edən insanlar yalnız içəri düşdükdən sonra öz yaxınlarının göz yaşları ilə, çəkdikləri əzablarla və məhrumiyyətlərlə üzləşdikdən sonra həqiqətin fərqinə varırlar. Bu zaman isə gec olur. Həm özləri üçün, həm də onların yaxınları üçün. Buna görə də unutmayaq, ən böyük şücaət səbr etmək və təmiz qalmaq, ən cılız hərəkət isə minlərlə çıxış yolu varkən özünü və ailəsini cinayətkarlığın qurbanına çevirməkdir.